Dəyərli müəllimlər və bizi dinləyən bütün izləyicilərimiz, mən riyaziyyat və kurikulum təlimçisi Arzu Ələdin qızı bu videonu riyaziyyat müəllimlərimizə dəstək və ədalət istəmək üçün çəkirəm ki, müəllimlərimizin özləri də buradadırlar. Biz riyaziyyat müəllimlərimizə ədalət istəyirik. Nəyə görə? Çünki ayın 18-i imtahan verən riyaziyyat müəllimlərimizin hər birinin nəticəsi yüksək səviyyədə oldu. 50 plus, 56, 59 ballarımız oldu. 18-i imtahan verən müəllimlər MİQ-dən gedənlər və məzuniyyətdən gedənlər idi. Hətta deyək ki, MİQ-dən gedənlər üçün həmin suallar çox rahat idi. Həmin sualları bizim kəsilən müəllimlərimiz ən pis halda 30-32 riyaziyyat yazdılar. Kurikulum çətin idi. Vaxt aparan idi, düşündürücü idi. Bunu bitirdik. Amma iyunun 20-sində düşən suallar vaxta uyğun suallar deyildi. Bəli, asan suallar var idi. Baxsaq, təhlil etsək, asan suallar var idi. Amma neçə dənə? Çox az. 10 dənə, bəlkə də 15 dənə. Hələ ki, o suallar rəsmi şəkildə paylaşılmayıb, nə arz tərəfindən izah olunmayıb ki, müəllimlər də baxsınlar, təhlil etsinlər ki, görək səhvləri nədə olub. Heç bir səhifədə paylaşılmayıbdır. Və imtahan otağında ədalətsizliklər olub ki, müəllimlər özləri bunu danışacaqlar. Bizim istəyimiz odur ki, imtahan prosesi yenidən keçirilsin. Necə ola bilər ki, bir otaqda 70 müəllim imtahan verir, bunların 70-i də kəsilir. Bir otaqdan 40 müəllim imtahan verir, sadəcə 2 müəllim uğur qazanır. Bir otaqdan 50 müəllim imtahan verir, bir nəfər keçir. Yəni, bizim müəllimlərimiz bu qədərmi savadsızdılar? Mən bütün müəllimlərin adından danışıram. Onların hər biri mənim müdavimim deyildi ki, bu illəri 800-dən çox riyaziyyat müəllimi imtahan verdi. Amma gəlin sayaq, neçə müəllim imtahandan keçdi? Bəlkə də 100 nəfər keçdi ya keçmədi. Kəsilən müəllimlərin hər biri, yenə deyirəm, mənim müdavimim deyil. Amma onların hər birinin orada haqqı tapdalandı. Suallar demirik olmasın. Demirik çətin sual olmasın, imtahan prosesi də olmalıydı. Lakin vaxta uyğun suallar deyildi. Bu müəllimlərin əksəriyyətinin 55, 53, 58, 59, 60 yaşı olan müəllimlər var idi. Bəs yaxşı, biz deyirdik ki, kurikulumda bərabər imkanlar var, bərabər imkanların qorunması var idi. Niyə bərabər imkanlar qorunmadı? Niyə diferensiallıq qorunmadı? Niyə müəllimlərin yaş səviyyəsi nəzərə alınmadı? Müəllim var idi, xəstə idi, müəllim var idi, ürək əməliyyatı olub getmişdi. Vaxta uyğun suallar qoyulmamışdı. Suallar demirik ki, MİQ sualları da çox çətindir, çox qeyri-adidir, xeyr. Lakin vaxta uyğun suallar deyildi. Gəlin tutuşduraq. 2024-cü ilin sertifikasiya sualları ilə ki, illərin repetitorları 59-60 bal yığdılar ki, oradakı suallar demək olar ki, çox asandıydı. Çox. Neçə nəfər kəsilmişdi? Cəmi 800 neçə nəfərsə. Deməli, suallar rahat idi. Bəs necə olur ki, ilk dəfə gedənlərə o dərəcədə asan suallar salırsınız? Təxmini belə deyək də 20-30 min riyaziyyat müəllimi imtahan verir, 800 nəfər kəsilir. Deməli, suallar rahat imiş. Bəs necə olur ki, 800 plus müəllim imtahan verir? Onların içindən 100 nəfər uğur qazandı və yaxud qazanmadı. Niyə belə etdiniz? Niyə ailələri çörəksiz qoydunuz? Krediti olan var idi, tənha ailə başçısı olanlar var idi, xəstəliyi olanlar var idi. Onlar çox gözəl hazırlaşmışdılar, məktəb proqramı ilə hazırlaşmışdılar, təlimlərdə iştirak etmişdilər, özlərində çalışmışdılar. Bunlar nəzərə alınmadı. Kurikulumdan elə bir suallar salmışdılar ki, gələ bir yarım saat fikirləşəsən ki, orada nə demək istəyir? Axı, bu kurikulumda o sualları, situasiyaları müəllim beynində təhlil eləməlidir. Qoy bir dəqiqəyə bu sualı oxusun. O boyda uzun-uzun cümlələri oxusunlar. Bəs bunu bu insan beynində təhlil etməlidir ya yox? Vaxta uyğun suallar qurulmamışdı. Biz xahiş edirik və tələb edirik. Səsimizi səs verin. Vaxt aparan idi. Müəllimlərə imtahan yenidən keçirilsin. Müəllimlərin bilgiləri yenidən yoxlanılsın. Və müəllimlərə söz verirəm. Onlar özləri
İmtahanda nə baş verib danışacaqlar. Gəlin təhlil edin. 18-i miqdən o qədər bal toplayıb gedəcəm. Cavan, gənc kadrlara saldığınız suallara baxın. Su kimi rahat işlənilməsi suallar idi. Yaşlı nəslə, sosial problemləri olan insanlara, sağlamlıq problemləri olan insanlara, bu insanlar imtahandan bir dəfə kəsiliblər, psixoloji, belə deyək də, travma da alıblar. Bu insanlara saldığınız suallara baxın, 18-i gedənlərə saldığınız suallara baxın. Mən yenə deyirəm, mən təlimçiyəm. Mənim 18-i çox gözəl nəticələrim oldu. 50 pluslarımız oldu. 20-si də oldu gözəl nəticələrim. Amma ki, bütün ölkə üzrə, bütün müəllimlərdə o nəticələr olmadı axı. 800 müəllimdən ən az 600 uğur qazanmadı axı. Niyə? Çünki suallar vaxta uyğun deyildi. Buyurun müəllimlər, indi siz sözünüzü deyin. Səman müəllim, buyurun danışın, zəhmət olmasa. Çox sağ olun Arzu müəllimə. Demək, 20.06.2025-ci il tarixdə Respublikanın mərkəzləşmiş imtahan mərkəzlərindən biri olan Kürdəmir şəhər 5 saylı tam orta məktəbində mən imtahan verdim. Hamı bir nəfər kimi, bütün müəllimlər, hamı bir nəfər kimi vaxtında gəldi, hamı vaxtında qeydiyyatdan keçdi, hamı yoxlanıldı. İmtahan zallarına daxil olduq, hər şey qaydasında. Su qoyulmuşdu, salfetkalar qoyulmuşdu, kondisionerlər işləyirdi, otaqda aura gözəl idi. Bütün müəllimlər hamısı yerləşdi. Və biz də baxırdıq, sadəcə qeydiyyat davam edirdi. İçəridə təxminən bir 50 dəqiqə, bir saata yaxın belə boş dayanmışdıq. Baxırdıq, özümüzə çox ümidliydik ki, yəni imtahan içəridə də hər şey yaxşıdır, hər şeydə yəni normal keçəcək imtahan. O ki, təlimatlar verildi orada nəzarətçi imtahan rəhbərləri tərəfindən. Nəzarətçilər də hər biri öz işlərini layiqincə yerinə yetirirdilər. Daha sonra imtahan mərkəzləşdirilmiş qaydada olduğu üçün hər bir monitorun ekranına gəldi ki, imtahana başlayın. Və bizə işarə olundu ki, siz imtahana başlaya bilərsiniz. İmtahanlara başladıq. Suallar mənim üçün, şəxsən mənim üçün deyə bilərdim ki, təxminən 18, 20, 23 dənə belə. Yəni, müxtəlif düymələr altında olmaq şərti ilə, yəni normal idi. Bizlə bərabər, onu da vurğulayım ki, bizlə bərabər Rus dili müəllimləri də imtahan verirdi. Yəni, riyaziyyat müəllimləri ilə bərabər Rus dili müəllimləri də imtahan verirdi orada. Zalda təxminən demək olar ki, bir 300 nəfər müəllim var idi, imtahan verən müəllim var idi. Yəni, hamı başını salıb normal şəkildə imtahanını verirdi və gözlənilməyən hadisə oldu, dəyərli müəllimlər. Nə vaxtı? Kürdəmirdə bomba partladı. Sözün yaxşı mənasında, pis mənasında bilmirəm. Həqiqətən bomba partladı. 120-ci dəqiqədən gördüyünüz o ekranda görürdü, çıxılırdı, gəlirdi, sıfıra doğru da, düzdürmü? Demək, 57-58-ci dəqiqələrdə zalda işıq söndü. Zalda işıq söndü və bütün monitorlar söndü. Bütün monitorlar söndü, bütün müəllimlər qalxdı ayağa. Bütün müəllimlər ayağa qalxanda nəzarətçilər, o rəhbər işçilər, hər biri orada dedilər ki, narahat olmayın, hər şey öz qaydasındadır, imtahanınızı verin. Bu momentdə işıq yandı. Bu proses çəkdi hardasa, deyərdim 6-7 saniyə, bəlkə də 8 saniyə, bax belə. Ondan sonra hamı oturdu, öz işini gördü. Və bizim yadımızdan çıxdı ki, biz əvvəl yazdığımıza gərək baxıydıq ki, görək o imtahanın o əvvəl yazdığımız yerində qalıb, yoxsa yox. Çünki kompüterlər söndü. Hamı imtahanını davam elədi. Bu 15 dəqiqə keçəndən sonra yenə həmin proses baş verdi. Yenə işıq söndü, amma bu dəfə tez yandı. Yenə kompüterlər söndü və yandı. Ondan hardasa bir neçə dəqiqə sonra 3-cü dəfə də bir proses oldu. Bu proses o birisi proseslərdən bir qədər az oldu. Yəni bu da baş verdi və sonda onu deyim ki, imtahan bitməyinə qalmış. İmtahan bitir düyməsini şəxsən mən özüm vura bilmədim. Çünki gəlirəm indi suallara. Kurikulumda mənə düşən sual, bilmirəm indi yoldaşlar sizə nə cür düşmüşdü. Mənə düşən sual, kurikulum 62, 63, 64. O sualların hər biri
sualın mətni ilə tanış olmaqla, cavabı ilə tanış olmaqla bir yerdə ən aşağısı 4 dəqiqə vaxt aparırdı. Ən aşağısı. Yəni mətnin həcmi çox böyük, düşünmə tərzi orada azalır vaxta görə. İstəyirsən ki, sən hansısa bir cavabı qeyd edəsən, sadəcə düşünməyə vaxt yoxdur. Riyaziyyatda ixtisas suallarımız yenə bir qeyd elədiyim kimi normal idi. Yəni belə demək olar ki, biz müəllimlər onu yaza bilərdik. Sadəcə vaxt söhbətinə görə, bəli, biraz belə deyək də problem yarandı. Sonra da yenə mən etiraz olaraq onu deyirəm ki, şəxsən mən özümə görə deyirəm ki, o işıqların sönüb yanması 3 dəfə biz müəllimlərin nəticəsini 0 elədi. Yəni mənim nəticəm oldu 28. Maraqlısı burada bir şeydir ki, maraqlı fakt burada nədir? Çölə çıxan, bayra çıxan bütün müəllimlərdən soruşdum. Hamısı kəsilmişdi, riyaziyyatdan gedir söhbət. Amma rus dili müəllimləri demək olar ki, böyük əksəriyyəti bal nəticə göstərib, uğurlu nəticə göstərib zalı tərk elədilər. Bəs ola bilər mi ki, nəticə? Necə ola bilər ki, riyaziyyat müəllimlərinin nəticələri silindi, rus dillərinin silinmədi. Onda silinsəydi hamınınki silinə bilərdi. Yox, burada müdaxilə var. Riyaziyyat müəllimlərinə qarşı müdaxilə var. Arzu müəllimə, o boyda zalda riyaziyyat müəllimlərinin hamısı savadsız ola bilməz. Bu mümkün olan şey deyil. Amma rus dili müəllimlərin çoxsu keçdi, uğurlu nəticə qazandı, keçdi. Bəli, orada şübhə yaradır ki, biz riyaziyyat müəllimlərində şübhə yaradır ki, riyaziyyat xüsusi işlər görülüb. Bax, işığın sönməsi. Mərkəzləşmiş qaydada dövlətin təyin elədiyi imtahanda işıq sönər. Harada görünüb bu? Keçən il müəllimlərimizdə olmuşdu ki, test işlədikləri yerdə kompüter dayanmışdı, qaralmışdı, ekran bağlanmışdı. Müəlliməmiz olmuşdu ki, Arzu müəllimə, variantlar izlənmişdi. Mənim özümdə MİQ imtahanında olub ki, mənim izləmədiyim variantlar ekrana gəlmişdi. Məsəl üçün, mən onu izləməmişəm, amma mənim yerimə o izlənmişdi. Ola bilər indi, amma mən özümdən danışıram şəxsən. Mənim kompüterimdə yaxşı işləyirdi. Suallar da yenə mən qeyd elədiyim. Sadəcə o işığın sönməsi, özü işıq sönər 1 dəfə, 2 dəfə, 3 dəfə işıq sönər. Mərkəzləşmiş qaydada dövlətin imtahanında işıq sönər. Bu harada görünür? Yəni hazırlıqlı olmalıydılar əslində. Məsələn, generatorlar ola bilərdi və s. və s. Müəllimə, generator ola bilər. O kompüterlər söndürsə pozulur. Bəs yaxşı müəllim, pozuldusa niyə rus dili müəllimlərində pozulmadı, sizdə pozuldu? Xüsusi riyaziyyat müəllimlərinə qarşı orada nəsə bir iş görülüb. İndi sizin səsinizi hər kəs eşidəcək. Sizinlə bərabər Arzu müəllimə, mən orada qeyd elədim, mən burada qeyd elədim. Orada müsbət cəhətlər çox idi. Sadəcə o işıqların yanıb sönməsi bütün riyaziyyat müəllimlərinin işini alt-üst elədi. Aha, anladım. Sənan müəllim. Təşəkkür edirəm. Sənan müəllim, Arzu müəllimə, Sənan müəllim deyənlərin hamısını mən də təsdiqləyirəm. Mən də o zalda olmuşam, düz deyir, o qaydada olub hamısı. Müəllimə, orada rus dili düz deyir, Sənan müəllim, rus dili müəllimlərindən də kəsilib çıxanları çox oldu. Eləsi oldu ki, götürüb, o biri biz görməmişik, o biri tərəfdə kompüteri götürüb yerə çırpanlar da olub rus dili müəllimlərindən. Ancaq ən çox riyaziyyat müəllimlərində oldu. Riyaziyyat müəllimləri... Çünki suallar vaxta uyğun olmayıb müəllimə. Suallar vaxta uyğun... O demirik sual olmasın. Vaxta uyğun deyildi. Kəsilən müəllimlərə uyğun deyildi. Necə olur? İbtidai sinifdə kəsilən müəllimlərə rahat su kimi suallar saldılar. Kəsilən müəllimlərin demək olar ki, 70%-i, ən pis halda 70% imtahandan keçdilər. Azərbaycan dili müəllimləri keçən il kəsilən müəllimlərdən 70% yenə keçdi imtahandan. Necə olur ki, riyaziyyat müəllimlərinin heç 10% də keçmədi imtahandan? Çox az nəticə oldu. Səbəb sualların vaxta uyğun olmadı. Bəli, asan suallar var idi. Tam şəkildə düzdür. Var idi, bəli. Var idi. Etiraf etmək lazım idi. Var idi, asan suallar var idi. Sadəcə... Arzu müəllimə, olar mən də deyim. Buyurun müəllimə, buyurun fikirlərinizi deyin. Arzu müəllimə, mən də deməli Tovuz rayonu Nəsrəddin Tusi adına məktəb liseyində imtahan verdim. Ayın 20-si günü. Bizim qeydiyyat başladı 13:45-dən. Yəni, yəqin ki, hamıda olar. Qeydiyyat başlayandan sonra bizdə düzdür, müəllimdən
fərqli olaraq bizdə işıqlar yanıb sönmədi. Amma kompüterimiz çox gec açıldı. Elə hamı orada təşvişdə idi ki, bəziləri açıldı, Nə bəziləri qədər vaxt ondan gec biraz açıldı sonra. müəllimə? Nə qədər vaxt gec açıldı? Mən demək olar ki, məndə hardasa bir nə bilim 7-8 dəqiqə belə şəxsən mənim kompüterim gec Bəli, açıldı. müəlliməni təsdiqləyirəm Arzu müəllimə. Mən də bəli. Sumqayıtda imtahan verdim. Bəli, Xəyalə müəllimədir. Sumqayıtda bir nömrəli məktəbdə imtahan verdim. Bir də bir şeyin şahidi oldum Arzu müəllimə. Orada nəzarətçi bizlə eyni sırada oturan müəllimə buna dedi ki, nəzarətçiyə gəl kompüterdən başım çıxmır da. İkinci misalı biraz indi Mişkanı hərləyə bilməmişdi. Müəllim, Nəsə üzr istəyirəm. Qoy mən sözümü deyim, siz gözləyin, sonra nələri danışım. Elə bildim bitirdiniz ona görə. Aha, buyurun. Yox, mən təzə başlamışdım. Yəni özüm də üzr istəyirəm hamınızdan, yəqin böyüklər də var, amma mənim də az yaşım yoxdur, 54 yaşım var. Özüm də 89-cu ildə Bakı Dövlət Universitetinə daxil olub 94-cü ildə qurtarmışam oranı. Elə adından məlumdur ki, yəqin ki, o universitet məzunları məni təsdiqləyər ki, Mexanika Riyaziyyat Fakültəsini daha doğrusu. Yəni biz oradan o Sovetin kəsəkəs vaxtında o professorun qabağında imtahan verib, bilet çəkib də yəni ki, qəbul olmuş müəllimlərik. Əlqərəz, mənim orada kompüterim gec açıldı. Nəinki mənim, orada bir neçə müəllimin. Şəxsən mənim orada başladı ürəyim döyməyə ki, mənim vaxtımdan gedir da, bu 120 dəqiqədən gedir. Biz orada hamımız nəzarətçiyə müraciət elədik ki, ay müəllim, o deyir mənim kompüterim açılmadı, bu deyir mənim kompüterim açılmadı. O da ki, bizi də yəni ki, rahat salmaqdan ötürü narahat olmayın, indi açılar. Əlqərəz kompüterimiz açıldı və mən baxdım ki, o suallara mən keçən il 27 balla kəsilmişdim. 27 balla. O da xəstəliyimlə əlaqədar. Yəni biraz özümdə problemli. Müəllimimiz, bağışlayın müəllimə, təlimçi müəllimimiz dedi ki, narahat olmayın ay müəllimlər. Rahat suallar salınacaq, keçən ildən rahat olacaq, asan da olacaq. Ancaq topluları işləyin, toplularla məşğul olun, çox yaxşı olacaq. Yəni baxdıq o suallara, şəxsən mənim özüm də fikirləşirdim, ümidlə getmişdim ki, yox, mən ən azından 50 plus yığmasam da keçid balını yığıb, üzü ağ, alnı açıq evimə qayıdacağam. Amma o suallar düzdür, biz müəllimik, bacarmalıyıq, hər bir sualı işləməliyik. Axı bu müəllimik. Amma ki o suallar, yəni bizim 2 dəqiqəyə həndəsə məsələləri var idi orada, sistem tənlik var idi orada. Keçəninki sistem tənlik alt-alta toplamı ilə biz onu gözümüzü yumduq, həll elədik. Naturaldan düşmüşdü. Keçən il dövrü onluq kəsir düşmüşdü. Həndəsi gözəl, həndəsi silsilə düşmüşdü, ədədi silsilə düşmüşdü. Qəşəng məsələlər. Yəni o qədər sevinirdim. Mən öz-özümə deyirdim ki, ay Allah, bu qədər hasat mı olar sertifikasiya? Mənim həyəcanıma dəyməzmiş belə da keçir. Amma indi yox, ay müəllimə, etiraf eləyirəm ki, yəni bizim vaxta uyğun salınmayan suallar idi. Vaxtımıza uyğun salınmayan. Wi-Fi megabayt gedir, qurban olum. Onlara bir kəlmə söz. Bizə səs versinlər. Yəni bu qədər doğrudan da mən sizə deyim, bizim 50 nəfər riyaziyyat müəllimi təlimdə olan müəllimdən 2 nəfər adam keçdi. Müəllim bayaqları düz deyir, nətər oldu? Mənim 4 tərəfim rus dili müəllimi idi. Hamısı çıxır 36, 37, 33 riyaziyyat müəllimləri kompüter qırana bax, özünü döyənə bax, cırana bax. Ürəyi gedənə bax, skor, şəxsən mənim özüm də orada narahat oldum, həyəcan keçirtdim. Bir dənə riyaziyyat müəllimi çıxıb sevinmədik, bir-birimizi təbrik eləyə bilmədik. Bu nətər ola bilməz? Bir kəlmə deyəcəm, bitdi sözüm. Yəni bunu demək istəyirəm ki, bunu müəllimənin sözünə qüvvət hamısını ətraflı danışdı. Bizim səsimizə səs verin Arzu müəllimə. Belə axtaranda bilirəm ki, bizə kömək eləyəcəksiniz. Yəni ki, bir ana kimi, bir bacı kimi. Yəni mən özüm ailəni tək saxlayıram. 8 baş ailəyə mən tək baxıram. İndi oğlum da əskər, qızlarım da məktəbli, yoldaşım xəstə. Anam, oğlu ölən ana, oğlu itirən ana heç ya da işləmir, pensiya da almır, bacım ayaqları şişib. Hamıya mən baxıram. Kreditim, bankım, mən neyiniyim bəs, necə eləyim? Təhsil nazirliyim. Birinci müqavilələri getsin imtahan eləsin. Bizi imtahan Xırdalan 5 nömrəli tam orta məktəbdən Babayeva Günay müəllimə. Dünənləri mən imtahan verdim.
Bizi imtahana 13:45 yazmışdılar. Biz getdik çöldə, yəni həddən artıq gözlədik. İçəri də saldılar bizi 1 saat. Yəni 1 saat biz içəridə oturduq. Hətta mən dedim ki, yəni mənim ürəyim sıxılır da, başlayın imtahanı. Yəni mənim yəqin ki, kameralara düşüb. Çağırdım ikisini də nəzarətçilərini ki, imtahanı başlayın. Ola bilər mənim ürəyim sıxılar, yıxıla da bilərəm də. Yəni az susuz səhərdən buradayıq. Başlayın mən imtahanı yazmaq istəyirəm. Nə olacaq, olacaq da yazıb çıxacağam. Dedi, yox, gözləməlisiniz. Düz 1 saat bizi otuzdurdular. Gəldilər, getdilər içəri. Ona görə başlama saatı var. Onların ixtiyarında deyil. Aha. Gəldilər, getdilər, bilmirəm, içəri sonra həkimlər gəldi, bir neçə nəfərin ürəyi sıxıldı. İndi onları da qoyduq kənara. Yəni biz içəridə o başa gedirdik, bu başa gəlirdi istidə. Sonra imtahan başlayandan sonra mən birinci suallar məsələn mənim üçün rahat idi, yazdım. 20 dənə sualı rahat yaza-yaza gəldim. Amma ondan o tərəfə keçəndə dedim yəqin orta suallardır. Baxdım ki, yox, vaxt aparandır. Məsələn, tənliklər sistemini gördüm. Yəni yazdım bir dəfə, aparıb çoxluqlarda yerinə qoymalıydım. Gördüm, yox, bu vaxt aparır. Mənim orada bir gözümdə saatdaydı. Yəni saata baxırdım ki, 1 saat ərzində mən bunu bitirib təzədən yoxlamaq üçün baxmalıyam. Çünki hər birində vərəqdə yazmışdım dəqiqliklə. Yəni sonradan gördüm ki, adi trigonometrik tənlik, halbuki mən onu əzbər bilirəm. Yəni orada deyirdi ki, tənliyi biri var ki, konkret tapıb qiymətini tapdın, həbsə qoymalısan, toplu sual idi, amma sualın formatını dəyişmişdilər. Məsələn, sualın orada formatı dəyişilmişdi, ikili, vaxt aparan suallar idi. Yəni, o vaxt ərzində heç mən 1 saatdan 2-ci saat keçmişdim mən yarısında, hələ 60-cı sualı tapa bilməmişdim. Hələ qaldı. Son 5 dəqiqədə o uzun kurikulum suallarını o qədər də xırda vermişdilər ki, yəni güclə kompüterə yaxınlaşıb, yəni mən onu oxuyurdum da, özlərinə də irad bildirdim. Bir də mən yazan vaxtı, yəni mənim arxam da boş idi, irəli də. Oturanda rus dili idi. Mən yazdığım müddətdə, yəni diqqətim ancaq oradaydı da, özləri də görürdü ki, yazırdım. 3-4 nəfər gəldi mənim kompüterimə, məsələn, oğlan idi da, başqa adamlar gəldi. Bir də gördüm ki, diqqətlə belə yaxınlaşıb baxırlar. Mən başımı qaldırdım, dedim, nə olub ki? Heç nə demədən getdilər. Təzədən bir də gəlib təkrar baxdılar. Yəni, mən soruşanda səbəbini də demədilər. Yəni, mix sözünü orada mən diqqət eləməmişəm, çünki fikrim yəni, ancaq misallardaydı. Yəni, həqiqətən son 2 dəqiqədə mən yəni, sualları demək olar ki, atdım, heç kurikuluma baxa bilmədim. Həqiqətən vaxt aparan suallar idi. Mən demirəm ki, mən riyaziyyat müəllimiyəm, mənim üçün çətin, amma kənarda yazan üçün, hə. Məsələn, orada bəlkə də 3 saat vaxt olsaydı, o sualları yazmaq olardı. Suallar ikili idi. Suallar vaxt aparan olub, kurikulum sualları. Bəli, vaxt aparan idi. Məsələn, 18-i olan suallar mənə ondan daha vaxt aparan, yəni, bilmirəm, bəlkə də evdə yazırdım, elə gəlirdi. Mən onları qəşəng də yazdım. Yəni sizin sayınızda mən sürətə də alışmışam. Müəllimlərin dediyinə şərikəm. Doğrudan da çox vaxt aparan misallar idi. Ancaq vaxt sərf eləməli idik. Biz trigonometrik tənliyi gətirib salıblar. Üstəlik də kub tənliyi 3 həlli olan kub tənliklər verib. Böyründə bu misalı həll eləməli idik. Bunu da ona tətbiq eləyib cavab tapmalıydı. Bu çox vaxt apardı. Mən gördüm, vaxtım çox gedir, onu buraxdım. Elə misalların çoxsunu buraxdım. Ona görə də belə zəif yazmışıq. Vaxt aparan misallar doğrudan da çox idi. Düzdür, Nuraya müəllim. Müəllimlər üçün ədalət deyirik ki, müəllimlərə imtahanlar yenidən keçirilsin, riyaziyyat sertifikasiya imtahanı yenidən keçirilsin və vaxta uyğun suallar qurulsun. Suallar vaxta uyğun olmalıdır. 2 saat ərzində müəllim çatdırmalıdır. Nə kurikulum sualları vaxta uyğun olmayıb, nə də ki, əksər riyaziyyat sualları. 15-20 asan sual olub, o da gözdən pərdə asmaq üçün. Digər suallar heç də 18-i sertifikasiya imtahanından asan suallar deyildi. Hətta ondan daha düşündürücü, daha çətin suallar idi. Necə olur ki, 18-i miqdən imtahan verən müəllimlərə elə səviyyədə suallar salırsınız, amma imtahandan kəsilən müəllimlərə onlardan daha çətin suallar salırsınız. Vaxt aparan suallar salırsınız. Xahiş edirik ki, bizim müəllimlərimizin səsinə səs verəsiniz. Dəyərli müəllimlər, dəyərli izləyicilərimiz, bu videomuzu bəyənin və paylaşın. Riyaziyyat müəllimlərinə dəstək olaq. Onlar üçün imtahan yenidən keçirilsin və imtahan otaqlarında olan belə deyək, bu ədalətsizliklərə göz yummayaq. Əgər işıqlar sönür, müəllimlərin nəticələri ekranda yoxa çıxırsa və dəfələrlə işıq sönürsə, burada günahkar kimdir? Müəllimdir, yoxsa kim? Və yaxud da ki,
Nəyə görə əgər ki, bir müəllim belə deyək, suallarını işləyirsə, dəfələrlə nəzarətçilər gəlib kompüterə baxırlar, gedirlər, otaqda təşviş yaranır. Nəyə görə? Nəyə görə ekranda sertifikasiya yox, MİQ sözü yazılıb? Bu müəllimlər MİQ imtahanı verirlərmi? Mən şəxsən təsdiq düyməsini vurdum. Təsdiq düyməsini vurandan sonra məndə ekranda bal gəlmədi. 3-4 dənə nəzarətçi gəldi. Baş nəzarətçi də gəldi. Məndə də elə oldu. Məndə də elə oldu. Gəldilər, baxdılar, şəklini çəkdilər, nə etdilər? Sonra mən əsəbləşdim, sözün düzü. Mən nə vəziyyətə düşdüm, hamı bütün Kürdəmir rayonunun xəstəxanası da təsdiqləyə bilər ki, mən elə bir saat 5-dən saat 12-yə Kürdəmir rayon xəstəxanasında pis vəziyyətdə olmuşam. Mən infarkt da keçirtdim orada. Niyə görə? Mən də bir çörəyinin örtəlim. Mən də sonra hardan bildiniz ki, nəticəniz nə qədərdir? Nəticəm görmədim, mən heç nə görmədim, heç nə də bilmirəm ki, mənim Arzu müəllimə, Şahsənəm müəllimin yanında olmuşam mən. O xəstəxanaya təcil yardım maşınını apardılar. Arxasıca mən öz maşınımla getdim. Şahsənəm müəllimə balın kompüterdə sonra mən gördüm. Neçə bal Çünki məni ona yaxın buraxmadılar. Dedilər biz özümüz nəzarət edirik. Sən çıx zaldan. Mən zalı çıxmadım, zaldan çıxmadım. Mən bütün kompüterlərdə gördüm ki, o ara kəsmələr var da. Bütün kompüterlərdə gördüm ki, hər bir kompüter açıqdır. Orada cəmi 3 nəfərin balı 32, 34, 37 idi. Qalan hamısı 22, 28, 29. Düzdür. Bunu mən gözümlə gördüm. Bütün kompüterlər açıq idi. Mən də orada olmuşam, elə olub ki. Şahsənəm müəllimənin arxasıyla getmişəm. Biz də orada olmuşuq. Mənim qohumumdur. Şəxsən məni də nəzarətçilər əsəbləşdirdi. Müəllimə demişkən, mən də orada MİQ baxmırdım. Ancaq öz hayımdaydım ki, vaxtım gedir də. Eləcə gəldilər, getdilər. Mən kameralarda da düşüb, mənə su gətirdilər. Mən də orada sıxıldım, məni yerlədilər. Dedim, nə deyib, durursunuz başımın üstündə. Mən başa düşmürdüm ki, nəyə görə durur. Ballarımız da gec gəldi. Bir şey də var. Nə oldu? Arzu müəllimə, bir şey deyim mən. Keçən ildə mən 28 balla kəsildim. Bu il də 28 balla kəsildim. Şahsənəm müəllim də keçən 29-dan kəsildi. Bu il də 29-dan kəsildi. Əksər müəllimlərdə elə olubdur. Keçən il hansı balla daxil olmuşlarsa, bu il həmin balla kəsildilər. Bu necə bir təsadüf? Elə mən də elə olmuşam Arzu müəllimə. 26 baldan keçən il, bu il də 26 baldan. Demək bunun yaddaşında elə olduğu ballarda saxlandı. Şəxsiyyət vəsiqəsinin pin koduna vurdu. Onu bilmirəm nə dərəcədə. Çox məsuliyyətsizliyidir. Amma yəni bir neçə müəllimdə dəfələrlə tanıdığım, tanımadığım, YouTube-dan mənim nömrələrimi götürən müəllimlər. Hamısının balı eynidir. Ballarımız aşağı, cavablanmamış suallarımız da hədsiz çox sayda. Bütün variantları şəxsən mən cavablandırmışdım. Axırda gəldi ki, 32 dənə sualı cavablandırmamışsınız. Bərbad gündə idik hamımız. İşıqlar söndü, kompüterin ekranında getdi ballarım da. Biz də Şahsənəm müəllimi ilə, Sənan müəllimlə eyni zalda olmuşuq hamımız. Biz hadisələri yaşamışıq. Mən də Nuriyə müəllimə ilə bir zaldaydım. Nuriyə müəllimə də biz hamımız inanırdıq ki, məsələ orada bizim Tamilə müəllim var idi, Nuriyə müəllim var idi, Nigar müəllimə var idi, Yeniliyin müəllimi var idi, kurs müəllimi. Biz deyirdik onlar heç olmasa nətər oldu keçmədilər. Hamısı 29, 28, 27 kəsilənlər, böyür başımız rus dili müəllimləri hamısı keçdilər. Mənim də hansı məktəb, yəni hansı rayonda imtahan olubdu müəllimlər? Mən sizə belə bir şey deyim. Suallar vaxta uyğun suallar olmayıbdı. Riyaziyyat müəllimlərinə salınan suallar vaxta uyğun olmuyor. Sizin otağınızda belə ədalətsizlik olub, nə mənada işıqlar sönüb, yanıb, vaxtınız gedib. Siz etirazınızı eləyirsiniz. İnşallah bizim bu videoya baxan müəllimlər də səsimizi eşidəcəklər. Biz bütün bu videoya Arzu müəllimə, mən bir şey də deyim, xahiş edirəm. Bu gün təhsil şöbəsində iclas olub. Orada təhsil şöbəsinin işçiləri də, müdiriyyət də deyib ki, vaxta uyğun misallar salınmıyor. Vaxta uyğun deyil misallar. Riyaziyyat müəllimi üçün rahatdır. Biz ümumiyyətlə məni tanıyan, tanımayan müəllimlər bizim nə qədər canlı yayımlarımız olurdu. Mən yenə deyirəm, bugün burada olan müəllimlər elə hamısı bizim müəllimlər də deyirlər. YouTube-dan zəng vurub gələn müəllimlərimiz var nə qədər ki, müəllimə biz bu videonu çəkəndə biz də sözlərimizi demək istəyirik ki, bizim səsimizi eşitsinlər. Bəli,
suallar kəsilən müəllimlərə uyğun deyildi. Var idi 15-18 sual gözdən pərdə asmaq üçün ki, hə, rahatdır, hə, bu tənbölləndi, bu loqaritmadır, bunu eləməyə nə var? Razıyam, 15-20 sualı yazdım. Bəs niyə mənim kurikulum suallarım çətindir, vaxtımı aparır? Bəs niyə digər suallar belə deyək də daha düşündürücüdür? Demir ya, çox çətindir, qeyri-adidir və s. Sadəcə vaxta uyğun suallar deyil. Əgər ki, bir müəllimə 2 saat vaxt verilirsə, gəlin təhlil eləyək, o sualları çıxsınlar, izah eləsinlər orada şifahi şəkildə, canlı yayımda. Görək neçə dəqiqəyə izah edirlər bir Bəli, sualı. görək kurikulum Bəli, sualını, bəli. o şəxslərin özləri, o müəllimlərin özləri neçə dəqiqə oxuyacaqlar. Dəfələrlə olub ki, ART-də çıxıb sual izah edən müəllimlərin özü belə çaşıb həll eləyə bilməyiblər. Baxmısınız da onların hamısına. Bəli, televizorda olub. Bəli. Kurikulum sualını, niyə kurikulum suallarını çıxıb rəsmi şəkildə kimsə izah eləmir? Elə ancaq YouTube-da hansısa təlimçi öz kanalını qaldırmaq üçün öz bildiyi, öz ağlına gələn tərzdə izah edir. Razısınız da məndən? Niyə o Bəli, müəllimə, heç o razıyam. təlimçilərin çoxunun ay müəllimə diplomu yoxdur. Heç o təlimçilərin çoxunun kollec təhsili var. Heç o təlimçilərin çoxu vaxtilə ali məktəbə 150 balla, nə bilim 200 balla daxil olanlardılar. İndi müasir dövrdür. YouTube-da kanalları qalxır, elə bilirsiniz ki, falan kəsin bu qədər kanalı varsa, bu için çox savadlı. Elə deyil. YouTube-da bəzən elə olur ki, pullu reklam edirsən, kanalın daha da yüksəlir, videon daha çox baxış toplayır. O demək deyil ki, o təlimçilər %100 nəsə savadlılar. Xeyr. Sadəcə baxırlar ki, izah eləyən yoxdur, rəsmi şəkildə heç kim izah eləmir. Bunlar başlayırlar izah eləməyə. Neynəsinlər? İzah edib kanallarını qaldırır. Niyə rəsmi şəkildə o suallar izah olunmur? Niyə çıxmırlar, məsəl üçün, 20-si tamam ki, sertifikasiya riyaziyyat. Paylaşın sualların hamısını, gətirin ekrana, bir-bir izah edin. Görək neçə saata izah edəcəksiniz onları. Neçə saata həll edəcəksiniz. Və bizim müəllimlərimiz... O sualı tərtib eləyən görən izah eləyə bilərmi o sualları? Heç bəlkə də bilmir onu yazanlar. Yox, izah eləyə bilərlər. Niyə izah eləmirlər? Sadəcə. Eləyə bilərlər. Sadəcə vaxt söhbəti var. Müəllim 60 sualdır. Axşamdan hazırlaşacaq. Su kimi, lap uzaq başı bəzi təlimçilər kimi vərəqə yazıb böyürlərinə qoyacaq. Oradan baxıb danışacaq. Nə problem var? Gedəcək bir dənə video izah paylaşacaq. Amma ki, Doğrudan da. o var. Tovuzda müəllimə. Yəni o daha müəllimlər keçən il verdiyi imtahanla bu il kəsilən müəllimlərin imtahanının arasında dağlar qədər fərq var. Müəllimə, bax indi kimsə bura yazdı ki, Tovuzda hamı ağlaya-ağlaya çıxdı. Doğrudan da Tovuzda... Mən Tovuzda verdim imtahanı. Tovuz məktəb liseydə müəllimə indi yazdı ki, Tovuz rayonunda hamı ağlaya-ağlaya çıxdı. Həqiqətən Nəsrəddin Tusi adına məktəbdə hamı riyaziyyat müəllimləri ağlaya-ağlaya çıxdı. O boyda zaldan 2 nəfər, Ləman müəllimə, bir də Kəmalə müəllimə. Biri Tovuz müəllimi idi, biri Şəmkirin Ucqar bir dağ kəndindən. Biri 31 ilə, biri də 33 ilə. Nətər oldu? Hamı ağlaya-ağlaya. Mən də Tovuzdan verdim, bəli, düzdür. Mən keçmişəm, amma düzdür, kəsilən çox oldu. Tovuzdan da kəsilən çox oldu. Nəzarət də çox ciddi. Yəni müəllimlər bu qədərmi savadsızdılar ki, yəni otaqda 100 müəllim, 100 müəllimdən hiss elədilər ki, mən yaza bilirəm, cavanam da hiss elədilər. Gəldi, inanın ki, qapıda yoxlayan nəzarətçinin biri düz gəldi, yanımı buraxmadı. İnanırsınız, yanımdan kənara çəkilmədi. Ki, köçürməsinlər yəqin ona görə neynədi. Bax, düz yanımda durdu. Qorxumdan heç başımı da çevirmədim. Heç yerə ki... Bir dəfə mənim pasportumu apardı, əlimdən aldı ki, istədim ki, bölümdə tanış müəllimlər var da, təlimdə olduğumuz müəllimlər kömək eləyim. 2 dəfə pasportumu apardı, ad familiyam yazdı. Dedi, 3-cü dəfə də eləsən, kompüterini sıfırlayacağım. Bəli, qorxumdan kömək eləyə bilmədim. Yox, indi kömək eləmək lazım deyildi. Hər müəllim özü yaza biləcək dərəcədə suallar olmalı idi ki, keçən il çox ciddi, yəni Arzu müəllimə, keçən il o qədər köçürtmə olmuşdu ki, amma bu il mən də köçürtməyə qarşıyam. Köçürtmək olmaz. Biz uşaq deyilik ki, köçürdək. Biz müəllimiz. Biz uşaqlara icazə vermirik. 6 dənə nəzarətçi var idi. 6 dənə. Bir sırada 6 dənə nəzarətçi var idi. Müəllimə, razıyam. İcazə verməsinlər köçürtməyə. Lap başımızı tərpətməyə də icazə verməsinlər. Düzdür. Savadlı müəllimlər keçməli idi imtahanın. Amma söhbət ondan getmir. Söhbət ondan gedir ki, ədalətsiz idi, vaxta görə deyildi suallar, rahat suallar var idi. Amma 18-ci salınan imtahanla, indiki salınan imtahanı biz təhlil eləsək,
görərik ki, həmin suallar arasında dağlar qədər fərq var. Rahat suallar var idi, demirik yox idi, var idi. Sadəcə gözdən pərdə asmaq sualları idi onlar. Ki, hədə Müəllimə, sizin üçün asan suallar. sualım var. Müəllimə, Buyurun bir müəllim. dənə sualım var onlara. Mən sual vermək istəyirəm ki, riyaziyyat müəllimlərinə qarşı belə qiyam eləməkdə onların məqsədi nə idi? O boyutda şək 11 nömrəli məktəbdən ağlaya-ağlaya çıxdı. Niyə? Yəni, Məqsədləri yəni bu qədər necə oldu? İbtidaidə o boyda müəllim kəsilmişdi. Onun 70-80% imtahandan keçdi. Ən zəif müəllim belə imtahandan keçdi. Riyaziyyat müəllimlərindən necə olur ki, yəni Riyaziyyat müəllimlərinin 1% keçdi. 1%, neçə faiz keçib müəllim? Baxmısınız statistikaya? Neçə nəfər keçib? Müəllimə eşitdim. 95% kəsilib, 5% müəllim keçib. Ay sağ ol, bu nə deməkdir? 95% Demək ki, müəllim imtahan kəsilib. ədalətsizdir. Demək ki, imtahan vaxta uyğun deyil. Nə oldu Bizdə bunların? də Tovuzda Arzu müəllimə 10 dənə müəllim, o da çoxsu rus dili müəllimləri keçib. 10 dənə müəllim keçib Tovuz rayonunun, Tənnəsərdin Tusi imtahan verən müəllimlərdən 10 nəfər keçib, onun da çoxsu rus dili müəllimləridir. Aha, indi Düzdür. Nuriyə müəllimə, mən də oradaydım. Düzdür. müəllimlər, biz yekun olaraq bütün müəllimlərin adından səslənirik və xahiş edirik bütün müəllimlərdən, bütün bizi dinləyənlərdən, şagirdlərdən, valideynlərdən, hər kəsdən xahiş edirik ki, müəllimlərimizə dəstək olsunlar. Bizim bu videomuzu paylaşsınlar, yaysınlar. Bizim səsimiz yüksəklərə çatsın. Çünki indi biz nə nazirliyin qəbuluna düşə bilmirik. Çünki qaynar xəttə yığırsan məşğul, növbə yox, gedirsən növbə, bəlkə günlərlə gözləyərsən, heç növbəyə düşə bilməzsən. Yəni bizim səsimiz o cür eşidilmir. Xahiş edirik bizim bu videomuzu paylaşın, şərhlər yazın, imtahanda nə haqsızlıqlar görmüsünüz, qeyd edin şərhlərə. Xahiş edirik riyaziyyat müəllimlərinə qarşı edilmiş bu ədalətsizliyə susmayaq müəllimlər. Siz sussanız gələcəkdə, gələcək nəsillərimizə, növbəti sertifikasiya imtahanı verəcək müəllimlərimizə yenə də ədalətsizlik, haqsızlıq olacaq. Siz bu gün susursunuzsa, sanki gələcəkdə övladınızın da haqqı üçün, qohumunuzun, nə bilim, həmkarınızın da haqqı üçün susmuş olursunuz. Çünki bu, belə deyək də, olsun, yaxşı, mən razıyam, savadı çox zəif olan müəllimlər də var idi. Heç özlərində işləməyənlər də var idi. Amma dəhşətli dərəcədə hazırlaşan, çalışan, özlərində işləyən müəllimlər çox idi. Bəs necə oldu ki, 90% müəllim kəsildi? Yəni, bu qədər mi savadsız idi bunlar? Xeyr, vaxta uyğun suallar deyildi. Vaxta görə qurulmamışdı suallar. Suallar demirik həll olunmaz. Məsəl üçün, mən təlimçiyəm. O sualları gətirim, mən bir saata yazım, təhvil verim, ən pis halda. Onu axı hamı eləyə bilmir. Suallara baxdınız, müəllimə, suallara baxdınız. Müəllimə, sualları ara sıra baxıram, yəni tam 60 sualı paylaşmayıblar. Amma mənim tanış müəlliməm var, axşam da yazıb atacaq. Yəni təhlil eləyirəm ki, o suallar mənim üçün içinədir. Amma elə deyil axı. Siz məni yaşda deyilsiniz əksəriyyətiniz. Yaşlı müəllimlərimiz var, vaxt nəzərə alınmalıdır. Müəllimlərin sağlamlıq imkanı nəzərə alınmalıdır. Təzyiqi olanlar var. Tək ailə sağlığı olanlar var. Geçənki sistem tənliyi rahat vermişdilər. Bu iki sistem tənliyi verir. Düzdür. Bir əlavədə, bir qırağında da bir böyük bir ifadə verib ki, orada yerinə qoy. İkisi gibi orada da Ay sağ ol. Deyirik. Ben yenə deyirəm. Mən deyirəm. Yaxşıydı. Amma vaxt aparırdı da. Ay sağ ol. Mən də demirəm ki, o sual salıblar. Niyə elə salsınlar? Mən elə sualları elə 7-ci siniflərimə, 8-lərimə, liseyə hazırlaşanlara işlədirəm. Uşaqlar onu işləyirlər. Amma vaxta uyğun olmalıdır. Bu müəllimlər 2 saat orada vaxt verilib. Çoxunun kompüteri 7-8 dəqiqə ərzində açılmayıbdı. Problemlər yaranıb. İmtahanın həyəcanı var. Bəs bunlar hamısı nəzərə alınmalı idi. Niyə sertifikasiya 2024 imtahanı su kimi oldu? Repetitorlar getdilər, qəşəng bal topladılar. 50%-ə düşdülər. Amma ki, 50 deyə 35%, yəni 50 plus ballar topladılar. Belə deyək də. Amma indi elə sual salmadınız. Axı siz bilirsiniz ki, bu gedən müəllimlər kəsilib gedən müəllimlər idi. İkinci şansdan gedən müəllimlər idi. Müəllimə, o Şəkidə 11 nömrəli məktəbin qabağında elə bir qiyam idi da, hamı yıxılıb, skorlar. Niyə bir dənə ora çəkiliş gəlmədi, qoymadılar? Çox maraqlı idi. Müəllimə, elə bil ki, daha dəhşəti, hamı yerdə yıxılıb, nə vəziyyətdə idi, hamı qışqırır, skoru. MİQ-də belə bir ədalətsizlik oldu. MİQ-də hər kəs üsyan elədi və səslərini eşitdilər. MİQ imtahanı təzədən təşkil olundu.
Mən xahiş edirəm bütün müəllimlərimizdən ki, bizim bu videoya baxsınlar və bizə dəstək olsunlar, paylaşsınlar, səsimizi daha çox yerlərə çatdıra bilək. Siz özünüz də videomuzu paylaşın. Bütün müəllimlər bizlə razı olacaqlar ki, biz yenə deyirik, çətin sualı salmasınlar demirik. Müəllimik, əlbəttə ki, elə suallar işləməyə bacarmalıyıq və bacarırdıq və biz buna hazır idik. Amma suallar vaxta görə suallar deyildi. Asan sual var idi mi? Var idi. Amma çətin suallar da ondan da çox Az idi. Bəli. Arzu müəllimə. Nəzarətçi də gördü. Nəzarətçi gördü ki, orada MİQ yazılıb və bir-birlərinə pıçıldaşdılar ki, MİQ yazır. Bu müəllimlər necə yazacaq? Hələ mən də üstəlik dedim ki, nəzarətçi başım üstündə durmuşdu. Dedim ki, bura MİQ yazıb da, biz MİQ suallar, oradan imtahan verməlidir də, sertifikasiyadan kəsilmiş müəllimlər. Yox deyir, oradan deyir, nə göndəriblər, onu da işləməz. Bax, beləsinə dedi. Özü də elə durmuşdu, elə bir şey, elə olsun. MİQ sualları 40 riyaziyyatdan ibarətdir, sertifikasiya 50. Ola bilsin ki, orada qarışıbdır. Bir də bir şey müəmmalıdır ki, keçən il hansı balla müəllimlər kəsilmişdilərsə, bu il də eyni balla kəsildilər. Eyni bal, o yan bu yanı yox idi. Neçə müəllim mənə yazıb ki, bəli, eyni bal. Eyni balla kəsilmə. Arzu müəllimə, elə bax, indi mən oyanıram ki, demək, texniki, kompüterlərin texniki işçiləri də, o kompüter düzəldənlər tez-tez getdilər, gəldilər bizim arada, bizim cərgədə kompüterlərə buna baxdılar, ona baxdılar, nəsə pıçıldaşırdılar aralarında. Hiss elədim mən onu. Amma o qədər mən dedim, yəqin nəsə düzəliş yaparlar, səhv eləyib o müəllimə. Amma demək ondan getdilər irəli, nəsə dedilər, qayıtdılar, bir də gəldilər baş nəzarətçi. Sonra da aralandılar, o birisi gəldi, idarə elədi, nə elədisə daha mən oyanmadım ki, orada bu nə deməkdir? Biz də başımız çıxmır, kompüteri idarə eləyənmərik, yuxarıdan baxmadıq ki, bu MİQ-dir, nədir? Bir də ki, doğrudan da hamı səsimizi qaldırmalıyıq ki, elə bax, o... Kəsilən müəllimlərə uyğun imtahan təşkil olunsun. Kim istəyir, gedər imtahana. Kim imtahandan keçir, getməsin. Nə məcburdur? Kim kəsilir? Mənə də elə dedilər. Bəli. Günay müəllimə, mənə də elə dedilər ki, vaxtınız qutarır. Mən də dedim, özüm baxıram, vaxtımı tənzimləyirəm. Gedin də başımın üstündən. Mənə də elə. Aha. Müəllimə, orada nəsə hadisə olubdur. Ona görə o nəzarətçilər təşvişə düşüblər 100%. Nəsə hadisə, o da ki, MİQ sualları... Bir-birinə işarə edirdilər. Allaha and olsun. Nuraya müəllim ki, bizdən sonradakı cərgədəydi. Bir-birinə işarə verirdilər. O onu vururdu, bu bunu vururdu. Gedirdilər, gəlirdilər. Biz də ki, eləcə öz hayımızdaydıq ki, vaxtımız gedir, həll eləyək. Biz nə başa düşürdük ki, onlar nə işarə eləyirlər bir-birlərinə. Tam doğru. Nə deyirlərsə tam doğru. Tam doğru. O səhifəyə də MİQ yazılıbsa, MİQ-lə nəsə əlaqəli suallar olub, nəsə olubdur, sistemdə qarışıqlıq olub, onlar sizə hiss elətdirməyiblər. Yəni, bu qədər müəllimin kəsilməsi, bu artıq, bilirsiniz necədir? Böyük bir problemdir, həqiqətən problemdir. Arzu müəllimə, bir şey deyim, bu Kürdəmirdə olan hadisə, mən dünən bir proqramist var, məşhur proqramistdir. Mən ondan soruşdum ki, o suallar orada elə bir ki, işıq sönən momentdə, o suallar, yəni biz yazdığımız suallar işıq sönürsə, təzdən yanırsa, itə bilərmi? Mən o mütəxəssisdən soruşdum, dedi ki, bəli, əgər mərkəzləşmiş qaydada imtahan gedirsə və yaxud da digər bir proses gedirsə, işıq, elektrik enerjisi kəsilirsə, istənilən müdaxiləni etmək mümkündür. Amma fərdi qaydada xeyr. Mərkəzləşmiş qaydadır. Bizim də bu imtahanımız mərkəzləşmiş qaydada keçirilir. O işıqların sönməyi və təzdən elə bir ki 7-8 saniyədən sonra yanmağı sadəcə bizim nəticələrimizi sıfırladı. Belə deyərlər. Bəli, mən də orada 3 dəfə söndü. Biz sadəcə xahiş edirik. Bütün otaqlara, təzdən imtahan otaqlarına kameralar açılsın. Müəllimlərin kompüterləri yaxınlaşdırılsın. Baxılsın ki, o səhifəyə MİQ yazılmışdır yoxsa yox. Nəyə görə MİQ yazılır? Birinci sualımız ondan ibarətdir. Biz MİQ imtahanı vermirik. Bu bir. MİQ imtahanı idisə 40 sual olmalıydı. Bəs yaxşı, niyə 50 riyaziyyat olubdur? Bu bir müəmma. İkincisi, otaqlarda işıqlar yanır, sönür, nəticə ekran qaralır. Müəllim üçün bu bir həyəcan, bir stres, bir dəfə yox, 3 dəfənin baş verməsi.
Onlar hamısı video kameralarından çəkilir. Nəyə görə nəzarətçilər təşvişlə yaxınlaşırlar bütün bölgələrdə, tək bir yerdə yox, tək Kürdəmirdə, Şəkidə yox. Nəyə görə nəzarətçilər yaxınlaşırlar, kompüterə baxırlar, bir-birlərinə nəsə danışırlar, təşviş yaranır, o gedir bunun yanına nəsə deməyə, bir də gəlirlər kompüterlərə baxırlar. Nə idi bu təşvişin səbəbi? Niyə müəllimlərin sualları bu qədər çətin salındı? Yoxsa suallar səhvmicə vurulmuşdu sistemə? Nə idi bu? Niyə müəllimlərin əksəriyyəti, həqiqətən mən artıq bundan YouTube-dan da mənə zəhlər gəlir. Keçən il hansı balla kəsildi, bu il də eyni balla kəsildi bu insan. Necə oldu? Ya bir bal aşağı düşməsin, bir bal artırmasın mı? Eyni balla. Sanki sistemdə elə bir şey yaddaşda qalıb o, eyni balı qaytardılar, sizə verdilər. Belə deyək. Amma keçən müəllimlərimiz də var. Onu da nəzərə alsaq, imtahandan keçən müəllimlərimiz də var. Keçən müəllimlər də yenə də insafla danışırlar ki, oradakı suallar su kimi deyil. Vaxt aparandır. Düzdür, yaymayıblar. Onlar keçənlər Mən keçmişəm, amma mən 51 plus gözləyirdim özümdən. Sadəcə olaraq ikinci cəhd üçün suallar deyildi. Orada həndəsə məsələləri var idi ki, 2 dəqiqə həll olunması deyildi. Yəni, vaxtı nəzərə alaraq misalların çətinliyi nəzərə almalıdırlar. Mən keçən il səhhətimlə bağlı, xəstəliyimlə bağlı iştirak eləməmişəm, kəsilməmişdim. Amma bizə də o şansı vermədilər. Yəni, kəsilmiş kimi kəsilənlərlə imtihana saldılar. Düzgün eləmədilər, haqsızlıq oldu. Keçən ki, mən suallara baxmışdım, çox asan idi. İkinci cəhd üçün bu dərəcədə çətin suallar verməkləri haqsızlıqdır. Mən keçmişəm, amma mən 51 plusumu istəyirdim. Yəni, özümə güvənərəkdən də deyirəm. Kəsilən müəllimləri həqiqətən çox pis oldum. Mən də Kürdəmirdə vermişəm. Səlam müəllim doğru deyil, 3 dəfə işıq sönüb orada. Yenə mən, baxma, yaşca o birisilərdən biraz cavan idim deyənə özümü toxtat tuta bilirdim. Amma orada müəllimlər vəziyyəti çox pis idi. Çıxanlar hamısı ürəyə gedirdi, təzyiq qalxırdı. Hər şeyi nəzərə almalıdırlar. Həm yaş, həm səhhəti ilə bağlı müəllimlər var idi, onları çox ağır idi. Mən deyirəm ki, 18-i imtahandan da 20-si imtahan çətin idi. Paylaşılan suallara görə. İndi paylaşılacaqsa əgər, baxacaqsınız. Sistem təlim nə bərbad vəziyyətdə. Keçən niyə birinci cəhdi o qədər asan verirlər, ikinci cəhdi haqsızlıqla çox ağır. Mən də etiraz edirəm. Niyə ibtidailəri asan salmışdılar, niyə dil ədəbiyyat müəllimlərinə kəsilənləri asan salmışdılar? Niyə? Niyə dərəcəsinə o tipdə salmadılar? Arzu müəllimə, inanın ki, mən keçən il 26 bal toplamışdım. Deyirdim, bu il o qədər möhkəm hazırlaşmışdım ki, elə hazırlaşım gecə gündüz. Deyirdim, bir il mən 40-ı keçməliyim. Heç olmasa 40-ı keçəcəm. Əksinə, daha da yerimdə saydım. Vaxtı uyğun salır. Yəni, biz müəllimlərimizdən və bu videonu izləyən bütün müəllimlərdən, şagirdlərdən, valideynlərdən xahiş edirik ki, səsimizə səs verin. Riyaziyyat müəllimləri, səsimizə səs verin və bizə dəstək olun. Videomuzu paylaşın, səsimizə daha çox insan səs versin və müəllimlərimizi, belə deyək ki, tək qoymayaq, onlara imtahan yenidən keçirilsin. Hər birinizin diqqətiniz üçün təşəkkür edirəm. Videomuzu bəyənin və paylaşın və daha çox müəllim bu haqsızlığa şahid olsun və riyaziyyat müəllimlərimizə dəstək olsunlar.